salam. Bugün Moldovada 3-cü günümdür və mən hal-hazırda səhər saat 9-dur. Gedirəm, burada bir bölgə var, hansı ki Moldova ərazisidir, amma Moldova ora dəstək göstərmir. Yəni əsasən ora Rusiya dəstək göstərir, hansı ki heç bir dövlət oranı tanımır. Oranın adı Türklər Transdnestr deyirlər. Oraya gedirəm. Gedək görək necə olur. Eşitdiyimə görə öz ordusu var, gömrük nəzarət var. Yəni hər şey enerjidən tutmuş, hər şeyə görə Rusiya qarşı o hər şey onlara. Oraya gedirəm, gedək görək nə olur. Deməli dünən buradan keçmişəm, bazarın yanında bir avtovağzaldır. Oradan gedir. Prosta indi görüm avtobus hardadır. Avtobus kassa yeri axtarıram. Burada olması lazımdır. Deyəsən tapdım. Deyəsən tapdım. Da tapdım. Tiraspol yazılıb. Bileti də yəqin buralardan alırıq. Deməli belə bir kassadır. Buradan alsınız. Buradan da maşınlar gedir. Bu LSV2'nin yanına. Bir biletdir. Saat 11'də qalxır. Kartla ödeyə bilərsiniz. 57 leydi. 5 manat 70 qəpik. Deməli bu Tiraspolda ümumiyyətlə kartlar işləmir. Çünki heç ölkə tanınmır axı. Ona görə işləmir. Yanınıza nağd pul aparın. Euro ola bilər. Orada konvertasiya elətdirərsiniz. Belə gedək görək nə olur. Belə deyim ki, şeylər, şoferlər falan da olur. Onlar da bilet satır. Amma onlar deyəsə 70 leydidir. Amma kassada 57 leydi. Bu kassadan alın. Belə atışdırın yemək üçün. Ondan sonra avtobusla minim. Deməli belə bir pekarnaya gəldim. Şirin bir şey alasıyım ya. Bir şeyler alın, yiye gedim. Arkamdaki bütün bende alkaştırıyor. Ben gözümü ne var burada? Deməli, ölkə tanınmasa da seriya nömrələri var, öz bayraqları var, çox maraqlı. Yəni bunu Moldova tanıyır ki. Neyse. Saat 11'də hərəkət edəcək. Gedək görən nə olur. Avtobusdayım. Saat 11'də hərəkət edəcək. Şoför tapmadım. Bildi kimə göstərəcək bilmiyorum. Priyamon gəlməni getirdim. Bildi ki sonra baxarlar. Görək necə olur. İçimdə belə bir yaxşı olmayan bir his var, pis bir his var. İnşallah başıma bir şey gəlmir, sağ-salamat qayıdaraq. Deməli çatdıq, burada gömrük nəzarətindəyik. Tanınmayan ölkə giriş üçün pasport yoxlayırlar, dəhşət. Yolda gələndə gördüm, Rus soldatları qoruyur buranı. Görək nə olur. Deməli, belə vağzalda gəlib düşdüm. Çox səssiz bir yerdir. Həyat ölüb sanki burada. Baxın, bunların öz maşın nömrələri də var, seriyaları. Çox qəribə bir yerdir. Deməli, axırıncı avtobusda soruşdum. Kişinyova axırıncı avtobus 8-in yarısıdır axşam, 19:30. Ki bilim də, yəni ki özüm gəldim burada düşdüm. Çünki vağzalı tanıyım, sonra gəlib tapa bilim deyə. Hal-hazırda burada Moldovanın mobil operatoru tutmur. Moldova ərazisidir, amma sanki Moldovada deyilsən, başqa ölkəyə keçibsən, həqiqətən də elədir. Başqa ölkədir yəni bura, amma Moldova ərazisidir. Çox qəribə bir yerdir. İlk dəfə belə bir yerə gəlirəm. İlk dəfə belə bir situasiyanla qarşılaşıram. Gedək görək necə yerdə. Əslində yolda gələ-gələ baxdım, yəni çoğu yerdə Rusiya bayraqları da var idi.
İnsanlar rusca bilir. Belə qısaca yəni hər yer köhnə, baxın, görürsünüz, normal bir kafe yoxdur. Skanikalar normal deyil. Çöp qabları belə normal deyil. Köhnə SSR dövründən qalmış bir yerdir sanki. Evlərə baxın, binalar. Yəni tam SSR'in Türklər demişkən göbəyinə düşmüş. Burada biraz vəziyyət kritikdir. Üzerimdə sadece euro var, biraz da Moldova leyi var. Ve burada kart geçilir. Yani nakit pulunuz da olmasa çok çətin. Neyiniyorsunuz burada bilmirəm. Vallahi telefonum işləmir, nömrəm işləmir, Moldova nömrəm də işləmir. Bilmirəm hara gedirəm, yoldan soruşa ondan bundan gedirəm. Ümid edirəm düz yerlərə gedib çıxaram, sonra qayıda bilərəm. Çünki mənə gün sonuna kimi viza verdi. Gün sonu 0:11-də buradan çıxmalıyam. Əslində o vaxta kimi qalmağı planlamıram da, yenə də tez çıxmalıyam. Yine yolda birinden dəqiqləşdirdim. Mənə dedi ki, dümdüz get, qarşına çıxacaq. Belə binalardır. Hər yerdə rus dilində yazılar var. Deməli, o bayaq gəldiyim yerdə böyük alışveriş mərkəzi kimi yerdir. Onun içində belə exchange yeri var. Evromu buranın rəsmi puluna dəyişəcəm. 20 euro fikirləşirəm bəs edər. Gün sonuna kimi qalmayasıyım onsuz. Здравствуйте. 20 евро. Местной валюты я хочу. Да, pasport nerede? Deməli dəyişdim, 20 euro dəyişdim, 375 buranın pulu edir. Böyle qəribə pulları var. Rus rublu değil, buranın yerli rubludur. Buranı nəzərdə tuturam, o exchange içərdədir. Orada getdim, dəyişdim. Yəni əgər gələn olsa orada gəlib dəyişə bilər. Mən biraz təcrübəsiz gəldim bura. Bilmirəm nə hardadır əslində, amma yəni özüm üçün gedirəm. Deməli, deyəsən tapdım. Bura əsas meydandır. Baxın, orada bayraqlar da var. Yəni düz gəlmişəm. Elə mən əsas birinci yer bura lazım idi. Bayraqlar olan yer. Və oranı tapdım. Deməli, bu arxamda gördüyünüz bayraqların heç biri tanınmır. Tanınmayan ölkələr bir-birlərini tanıyırlar. Yeganə bu bayraqların içində olan Rusiya bayrağıdır. Hansı ki, Rusiya bayrağı tanınan ölkədir və buranı da əsas dəstəkləyən Rusiyadır. Yəni, Rusiyanın ərazisi kimi yerdir. Çünki Rusiya hər şey bunlara ışıq verir, qaz verir, hər şeyini Rusiya dəstəkləyir. Bura əsas baxan yer Rusiya. Moldova ərazisində olmasına baxmayaraq, bura Rusiya fəaliyyətidir və heç bir ölkədə tanınmır. Əslində bu hansı ölkələrin bayraqlarıdır bilmirəm. Hansı tanınmayan ölkələr desək daha yaxşı olar.
Amma arxamdakı birini bilirəm ki, Gürcüstanın ərazisində olan Abxaziyadır. Abxaziya aid bayraqdır, hansı ki bu tərəfdəki. Bura Abxaziyanı tanıyır. Amma Gürcüstan və digər rəsmi dövlətlər Abxaziyanı tanımır. Həmçinin Azərbaycandır. Bir şey dediyim, hansı ki mən buraya da gəlməmişdən əvvəl bir şəkil görmüşdüm. O şəkildə burada qondarma erməni bayrağı da dalğalanırdı. Hazırda o bayraq burada görünmür. Çünki artıq elə bir yer yoxdur. Ona görə unutdular bu dövləti və belə bir dövlət zaten qurulmayacaqdı. Burada belə bir park var. Tam da bunun qarşısı belə bir parkdır. Biraz maraqlıdır. Bunun istiqaməti niyə Moldova tərəfdir? Düşünürəm ki, əgər inşallah olmaz belə bir şey, amma əgər Ukraynanın şəhəri Odessa kimi Rusiya ordusu daxil olarsa, bura yaxın da Odessa və bura ilə də Rusiya tam birləşəcək və Moldova üçün bir risk yaranacaq. Əgər Moldova tezliklə bir Avropa Schengen ölkəsinə keçməsə, ciddi bir risk gözləyir Moldovanın bu gedişlə. Maraqlıdır. Niyə bu istiqamət? Niyə Moldova tərəf? Niyə bu tərəf deyil? Niyə? Səbəb nədir görəsən? Sönməyən alov. Bizdəki kimi. Arxamda Leninin heykəli var. Burada əsas binalarından biridir və qarşısında Leninin heykəli var. Belə. Deməli, bu bayraqlar olan parkda Wi-Fi var, pulsuzdur. Sadəcə qoşulursunuz. Orada qonaq düyməsi olacaq. Qonaq düyməsi seçirsiniz. Wi-Fi-dən istifadə edə bilərsiniz. Əslində gücü çox zəifdir. Mən şəxsən bir video yükləmək istəyirdim. Çox zəifdir, hədsiz. Ölkə çökmüş gedir. Çöküb gedir. Neysə. İndi mən şeyə gedirəm. Burada bir bazar var. Yaşıl bazar deyə bir yer. Səhv etmirəmsə, yaşıl bazar olmalıydı. Ora gedirəm. Həm də bir kafe, restoran və ya bir şey tapım. Bir şeyləri atıştırım. Bəli, düz demişəm. Düz yerə gəldim, çıxdım. Buranın bazarıdır. Gedək buranın bazarını da gəzək. Görək necə bir bazardır. Park eləməyin yazıb bura. Bunu bu da götürüb park edeyim bura. Ay Allah, nə qəribə bazardır. Yaşlı. Və belə bir bazardır. Eynəklər satır. Mənə maqnit lazımdır. Burada da maqnit axtaracağım. Xiyar deyir. Neynirəm xiyarı? Görür ki turistəm və deyir xiyar. Deməli bunu içdim. Dadı belə də.
Çok süper dadmı? Bu buranındır. Burada istehsal olunur. Belə dadı ananas. Ne bileyim, elə biraz su dadıyırdı. Yani tam ananas değil. Ve gazı da daha çok idi. Beğenmedim. 10 üstündən 2 falan verərəm yəni. Belə maksimum susuzdansanız məcburiyyət qarşısında içə bilərsiniz. Üstündə də 100% yazılar ama beğenmedim. Pisdir, pis. Uşaq deyil, əməl başdı. 18 yaşlı, bədə 17 yaşlı olacaqdı. Üzü çox uşaq oxşur. Bilmirəm neçə yaş var, amma hərbiçidir. Deməli, burada da kilsə tapdım. Belə bir kilsədir. Sentrə düşən yolda. Belə bir kilsədir. İçəri girək. Nə var? Bilməm, içəridə şəkil çəkmək olur yoxsa. Ha, girmək olur. Girək daha. Belə məhsullar var. 20 рублей. Сейчас 5 рублей. İndi isə şəhəri biraz gəzirəm. Biraz bu tərəflərə baxım, görüm buralarda nə var. Çünki avtobus axşam 8-in yarısına kimi var, axırıncı. Düşünürəm ki, gəlmişkən hər yeri görüm. Hər yerini gəzim. Ona görə tez getmirəm. Hələ axşama kimi buradayım. Yəni elə bir plandayım. Köhnə bina var. Görürsün bu bina nə vaxt tikilib. Güya indi burada Adidas mağazası var da. Saxta bir Adidas adını yazıblar. Ölkə rəsmi olaraq tanınmır. Adidas'ın filialı nətər ola bilər axı burada. Heç olmasa ad qoyursunuzsa, bir rəsmi ad qoymuyorlar. Elə də logo yapışdırıblar ki, sanki bura rəsmi Adidas'ın filialıdır. Deməli burada Rusiyanın Sberbankı var. Görürsən həqiqi filialıdır. Yəni ki, Rusiyanın Sberbankı burada işləyir ki, maraqlıdır. Yəni əslində buranı Rusiya idarə eləyirsə, niyə də olmasın ki? Deməli bura Lenin küçəsidir. Bura var. Və burada yenə belə bir istiqamət göstərici bir yer var. Əsasən Ukraynanın şəhərləridir. Yəni məncə. Çünki mən Ukrayna bütün şəhərlərini bilmirəm, amma Herson mən bildiyim qədərilə Ukraynada, Odessa da Ukraynadır. Və arxasında Minsk də var, Belarusiya paytaxtı. Belə. Ay Allah. Buradan ipotekanın ev alan var görəsən. Burada yaşamaq olar. Mən şəxsən yaşayanmaram. Nə 2-3-4 saatdır buradayım, ürəyim sıxıldı. Bəlkə də internetim hal-hazırda yoxdur, ona görə ürəyim sıxıldı, amma necə deyim, belə sıxıcıdır yəni şəhər. Maraqsız bir yerdir. Belə tarixi görmək istəyənlər elə belə gəlib baş çəkə bilər. Məsəl üçün 1-2 şəkil çəkdirir, bəzi yerləri görüb qayıtmaq olar. Amma full burada 1-2 gün qalmaq, hələ bir gün qalmaq belə çoxdur. Nə bilim, sıxıcı bir şəhərdir. Az insan var. Və əsas alətlərdən biri bizim kartların burada keçməməsi. Yəni, xoşum gəlmədi. Və digər əsas yerlərindən də birinə gəldim. Dom Sovetov. Maraqlıdır. Belə yerdir. Qarşısında da belə yeni binalar var. Bura belə. Səssiz.
Burada görüləcək yerlər bir-birinə çox yaxındır. Piyada getmək olar yəni, gəzisiz piyada. Əslində avtobuslar da var, marşrutkalar da var. Onlara da minə bilərsiniz. Amma əgər məqsədiniz gəzməkdirsə, onlarla gəzməkdənsə, yəni yeriyə piyada gəzmək daha yaxşıdır. Həm şəhəri görürsüz, həm şəkil çəkdirirsiniz, həm video çəkirsiniz. Belə daha maraqlıdır. Hər yerdə Odessa plakatı var ki, Odessa bu qədər kilometr, Odessa belə. Ümumiyyətlə, Ukrayna bunlarla sərhədi açıqdır ki, məncə açıq deyil, axı, bura tanınmayan bir ölkədir. Tanınmayan bir ölkədən tanınan bir ölkəyə necə keçid etmək olar? Yəni, sərhəd keçid məntəqəsi var, görəsən. Maraqlıdır. Bura çox maraqlı bir yerdir. Həqiqətən o qədər suallar yaranır insanda. Çünki tanınmayan bir ölkədə o qədər az belə icazələri var. O qədər məhdudiyyətləri var. Yəni adam bilmir nə icazə var burada, nə icazə yoxdur. Bayaq mən bir yerə girmişdim. Orada çəkiliş eləmək olmaz. Mən onu bilmirdim. Sonradan orada belə znak var idi ki, olmaz da. Amma heç kəs mənə heç nə demədi. Niyə çəkirsən falan demədi heç nə. Sadəcə özüm gördüm. Belə bir yer. Burada belə bir universitet var. 1930-cu il yazılıb. Burada oxuyan var ki, elə suallar verirəm ki, qəribə yəni. Burada oxuyan həqiqətən var ki, yəni universitetin diplomu harda tanınır. Yəni, çünki Rusiyada tanınar yəqin ki. Maraqlıdır. Deməli, burada Dolce Vita deyə bir kafeyə gəldim. Kusok Napolyon aldım. Bir də qara çay, bergamot, hər türlü qara çay. İndi bunları yiyəcəm. Napolyon dadına baxdım. Bizdə olan Napolyondan fərqli olaraq burada biraz kremi başqadır və dadı yaxşıdır. Quru deyil. Çay da normaldır. Baxın, dadı yaxşıdır və rahat gəlir. Gəlsəniz, buradakı Napolyonu da mütləq tadın. Bu da qara çay. Bu da kafe. Deməli, buranın ən məşhur marketi Şərif supermarketdir. Sabahdan elə bunu axtarırdım. Bilmirəm, yəni başqa yol axtararkən gəldim, bura çıxdım. Nəysə, bura girim, baxım, görüm nə var, nə yox içəridə. Qiymətlərə də baxım. Deməli, burada da leys var. Bu qiymətlər bu qiymətdə manatda bilmirəm nə qədər eləyir. Amma fərqli cipslər də var. Suxarik, bunları görməmişəm. Mirinda. Bu haranın mirindası görəsən. Pepsi. Soklar. Belə şey aldım. Bundan xoşlayıram mən. Bu nədir? Yablıçın soğuk, nə qəribədir. Ay va. İşte xəziyyə ki, buna Azərbaycanda da var. Rusiyanın deyəm, burada da var. Azərbaycanda ən çox aldığım marka. Burada da var. Belə mirindaları ilk dəfədir görəməyim. Limonlu mirinda. Görməmişdim. Bu buranın markasıdır, Caz.
heç yaxşı dadmır. Gəlsəniz ondan qəti almayın. Burada Pepsi zad var. Nə yaxşı şok oldum mən. Tanınmayan bir ölkədə tanınan markalar. Görürsünüz, özləri istehsal eləyib də, baxın maraqlıdır. Pepsini hardan gətirirlər? Yəni hara istehsal edir? Bulqariya. Bulqariyadan gəldi Pepsi. Onda yox, orijinal. Burada pivələr var, Baltika. Bu markanı görməmişəm, yalan deyərəm. Ümumiyyətlə pivə içmirəm. Bəzi markalar, bunu tanıyıram, bu var. Ondan sonra Efes deyil bu. Bu Tuborg var, bunu bilirəm. Efes də var. Bunu da tanıyıram. İçmirəm amma markaları bilirəm. Belə buzlanmış yeməklər də var. Yaxşı. Почти что Azərbaycan deyirəm. Rusiyada gördüyüm şeylərin çoxu burada var. Və bunlar şeydir, şəkərsizdirlər. Tabii də var, misal üçün Rusiyan markasıdır. Misal üçün, bunu bilmirəm, bu yəqin Avropa markasıdır. Bu Qırğızstan yazılıb, Avropa deyil. Qırğızstan nə əlaqə, hardan hara? Neysə. Burada da pesok, şəkər, məkər, istiotlar, ədviyyatlar. Burada da bu misal üçün Azərbaycanda da var bu marka. Amma bura Avropadan da gəlir, yəni. Fikir verirsiniz, Avropa malları da var. Avropa, yaxşı gəlmişdi buradan. Misal üçün Colgate var. Avropanın bəzi malları var. Neysə, artıq buranı tərk edirəm. Çünki çox sıxıldım. Çox maraqsız bir yerdir. Gedirəm vağzala. Oradan Kişinyov avtobuslarına gedir. Əslində buradan da keçir yoldan. Sadəcə mən ora gedirəm. Deyirəm birdən yer olmaz. Gedim oradan başdan oturum. Əslində yeri olmasa bunlar almırlar. Mən bayaq gələndə neçə nəfər yolda əl elədi saxlamaq üçün, qəbul eləmədilər. Burada yəqin ayaq üstə getmək deyə bir qayda yoxdur. Neysə. Sağ-salamat buradan da bir çıxmağa başarım. İnşallah. Buradan bayaq keçmişdim. Tam fikir verməmişdim. Bura nədir? Nəsə əskəri yerə oxşur. Amma istifadə olunur deyəsən. Bax. Propusnoy punkt. Nədir bura? Armiya görürsünüz. Armiya. Yəqin istifadə olunmur. Neysə, gecə valla bu küçələrdə gəzənmərəm. Yəni, nə bilim, küçələrdə gecə adam nötr gəlsin. Ölkədə qayda yox, qanun yox. Başını kəsib tulasılar, heç kəsin xəbəri olmaz burada. Dəhşət. Görəsən çox maraqlıdır. Tanınmayan bir ölkədə adamın başına bir iş gələndə necə dəstək olurlar? Maraqlıdır. Amma burada yaşayan insanlar var.
Rusça danışırlar. Yəni xoşbəxtdilər yaşamaqlarından. Nə bilim valla. Mən yaşayamazdım şəxsən. Tanınmayan bir ölkə və mən bu qədər xoşbəxtliyin içində yaşayayım. Mən yaşayamam. Mən şəxsən burada bir gün belə yaşayamaram. Çox pis yerdir. İndi güya bura parkdır. Belə park olar. Nə gündədir. Həqiqətən SSR-dən qalma bir yerə oxşur. Amma burada da iyi var. Qəşəng. Pekarna iyisi gəlir. Çox gözəl. Moldova iyisi kimi. Moldovada da hər yerdə pekarnilər gəlir. Çox gözəldir. Burada da şirniyyat iyisi gəlir. Orada da bir dənə kilsə var. Burada qəşəng bir dənə parkdır. Belə qeyri-adi gözəllikdə olan bir park. Bu kilsənin olduğu və bu parkın olduğu yer vağzala yaxın bir yerdir. Yəni vağzala əgər piyada getsəniz bu yoldan 100% keçəcəksiniz. 100% deməyim, bəlkə də başqa yollarda var, amma bu yoldan keçirsiniz. Yəni mən gəldiyim yoldan gəlsəniz. Bu nədir? Ha, burada belə. İşte bura haqqında qısa fikirlərimi bildirim. Gəlmək olar. Yəni tarixi bir yerdir. Gəlib belə şəkil çəkdirin, baxın. Amma qalmağa dəyməz. Yəni bəlkə mən gördüm türklər bir-iki türk qaldı hətta. Amma mən nə bilim qalma tərəfdar deyiləm. Burada mən sevmədim. Bəlkə başqaları sevə bilər. İnsanların zövqləri fərqlidir təbii ki də. Amma yəni qalmağa dəyməz. Mənim fikrimcə. Çünki qalıb neyniyəsən burada? Moldovanın paytaxtı Kişinyovda qalaram. Amma burada qalamaram. Bura, nə bilim. İnsanları yaxşı, pis deyirlər. Normal. Mən belə Azərbaycan paltarla falan gəzdim. Heç kəs də heç nə demədi. Kim nə deyəsdir ki? Elə bir müharibədən çıxmış bir yerdir. Hər yer dağınıq, doğunuq. Normal asfalt da yoxdur. Vallahi nə bilim, skameykalara bax. Neçənci əsrin skameykaları. Notarus yazılıb. Ay qardaş, ölkə tanınmır. Nə mühürü sizin tanınacaq ki? Nəyin notarusudur görəsən? Çox maraqlıdır. Buna skameykalara baxın. Belə skameykalar hansı əsrdən qalıb Allah bilir. Dəhşətizm. Köhnə binalar, köhnə yerlər. Vağzala gəldim, çatdım şükür. Bu da Sberbank'ın reklamını eləyir. Ay görüm dayı Kişinyova gedir. Hanı Kişinyov. Burada başqa yerlərdə gedən qazellər var. Qəribə yer adları var. Bilmirəm haradır oralar. Misal üçün biri bayaq Odessa'ya getdir qabamdan. Ukrayna. Deməli bu qazeldir, yoxsa birisi qazeldir. Nə yazılıb onun qabağından? Kişinyov. Nə yazılıb ora? Yox, Kişinyov bu deyil. Deyəsən bu arxası dönüyor olan qazeldir. Bu kişi. Buradan gel. Moskva, Peter. Odessa, Rusya. Kassadan bilet. Burada saatler de var. Tiraspol, Kişinyev. Ben 19:30 demiştiydi kız. Burada 19 yok, 21:00 yazıyor. Ülkeden çıxırıq.
kontrol edəcəklər. Yəni bilmirəm. Gözləyirik kimləri sənə gəldi. Gəldi pasportları yığdı, apardı. Necə görəsən.